Alışıb külə dönən avtomobillər. Son zamanlar tez-tez avtomobillərin yanması ilə bağlı görüntülər yayılır. Statistik göstəricilər onu deyir ki, 2025-ci ilin birinci rübündə ölkə ərazisində avtonəqliyyat vasitələrində yanğınla bağlı 112 qaynar telefon xəttinə 108 məlumat daxil olub. Bəs bu yanğınlara səbəb nədir? Nəqliyyat vasitələrində əsasən onun mexanizm və hissələrinin nasaz olması, istismarı zamanı müvafiq təhlükəsizlik qaydalarının tələblərinin pozulması, xüsusilə yanacaq sistemində sızma kimi hallar, o cümlədən elektrik naqillərinin atmosfer təsirinə məruz qalması səbəbi ilə bura həm hava, istilik, o cümlədən su kimi təsirlərin izolyasiya qatının zədələnməsi və onların sonradan tələblərə uyğun olaraq bərpa olunmaması kimi hallar, mühərrikin, soyutma sisteminin müntəzəm olaraq saz vəziyyətdə işləməməsi kimi hallar yanğın hadisələrinin baş verməsinə səbəb olan amillərdəndir. Bəzən isə yanğın təhlükəsizliyi ilə bağlı avtomobillər saz vəziyyətdə olsa da, sürücülər yanğın söndürmə vasitələrinin harda və hansı şəraitdə saxlanmalı olduğu haqqında məlumatsız olur. Bu manometr yaşılın üzərində olanda demək ki, balon istifadəyə yararlı vəziyyətdədir. Təbii ki, bunun üzərində də hansı aydan dəyişilməlidir, onlar göstərilib. Yəni, bunun plombu çəkilir, plomb qırılandan sonra axı bu tətiyi odun mənbəyinə tutaraq, belə deyək, odun söndürülməsi 2 kiloqramlıq bir balon, toz halında olan bir balonu demək 1,5-3 kvadrat metr ərazidə baş verən yanğını söndürməyə qadirdir. Ekspertlər hesab edir ki, yanğın söndürmə balonlarının ön sağ tərəfdə yerləşdirilməsi baş verə biləcək hər hansı yanğın hadisəsi zamanı vaxtında müdaxilə üçün vacibdir. Qabaq sağ tərəfdə bu qaydada, yəni sürücünün əlinə, yəni yaxın vəziyyətdə, yəni istənilən bir hadisə vaxtı anındaca bunu götürüb yanğının söndürülməsi üçün belə deyə istifadə edir. Bu ya qabaq sağ tərəfdə olmalıdır əl çatan yerdə, ya da maşının bagaj hissəsində, hansı ki bəzən bunu daha çox belə deyək əl çatmaz və yaxud da ki götürülməsi çətin olan yerlərə qoyurlar. Hətta deyərdim ki bu cibdə elə bəlkə də bunun üçün rahatdır və yaxud da burada da belə bir cib var. Və yaxud da sürücü özləri də yoxsa bir cib kimi düzəldə bilərlər. Ancaq anındaca, tüstüləmə anında, yanğın ilki anında birinci növbədə nəqliyyat vasitəsini söndürmək lazımdır mühərriki. İkinci, nəqliyyat vasitəsini belə deyək, akkumulyatordan ayırmaq lazımdır. Ondan sonra od söndürmə vasitəsindən götürüb istifadə edib odun mənbəyinə tutaraq yanğının söndürülməsinə cəhd etmək lazımdır. Mütəxəssislər qeyd edir ki, yanğın balonlarından yalnız kiçik miqyaslı yanğınlar zamanı istifadə etmək məqsədə uyğundur. Əgər yanğının miqyası böyüyərsə, təhlükəsiz məsafəyə, yəni ən azı 10 metr aralıya çəkilmək lazımdır.